Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə Qaraqoyunlu dövlətinin yaranması, onun mövcudluğu və süqutu haqqında danışacağıq. Qaraqoyunlular Oğuzların Baharlı qoluna mənsubdular və Qaraqoyunlular 14-cü əsrin ikinci yarısından etibarən Van gölü hövzəsində meydana gəlmiş kiçik bir bəylikdir və Qaraqoyunluların sülaləsinə ilk olaraq əsasını qoymuşdur Bayram Xoca. Bayram Xocadan sonra hakimiyyətə gəlmiş Qara Məhəmməd bəyliyi gücləndirmiş. Qara Yusif tərəfindən isə dövlətin qurulması istiqamətində atılmış addımların nəticəsidir ki, Oğuzlar Cənubi Qafqazda yenidən siyasi hakimiyyətə qayıtmışdılar. Əvvəlcə qeyd eləyək ki, bu Qaraqoyunlular Qara Yusifin bəylikdə hakimiyyətə gəlməsi zamanı güclənmişdilər və Qara Yusif Teymurilərlə mübarizə aparmağın çətinliyini başa düşərək Ağqoyunlu Qarayuluq Osman bəyə təklif eləyir ki, Əmir Teymura qarşı mübarizədə onunla birlikdə mübarizə aparsın, müttəfiq olsun. Lakin Ağqoyunlu Qarayuluq Osman bəy Qara Yusifin ittifaq və barışıq təklifini rədd edərək Əmir Teymurla ittifaq yaradır və Qara Yusif də Əmir Teymur və Qarayuluq Osman bəy ittifaqına qarşı Cəlaliri Sultan Əhmədlə müttəfiqləşir və həmçinin Əmir Teymurun və Ağqoyunlu Qarayuluq Osman bəyin mübarizə aparacağı digər bir qüvvə Osmanlı Sultanı 1-ci Bəyazid yaxud İldırım Bəyazid idi. Məhz elə İldırım Bəyaziddə Qara Yusifi və Cəlaliri Sultan Əhmədi Əmir Teymura qarşı müdafiə edirdi. Demək, Qara Yusif və Cəlalilər dövlətinin son nümayəndəsi olan Sultan Əhməd Əmir Teymur və Ağqoyunlu Qarayuluq Osman bəy ittifaqına qarşı güclənib birləşirlər. 1402-ci ildə baş vermiş Ankara döyüşü haqqında əvvəlki dərsimizdə biz xüsusilə qeyd etmişdik ki, bu döyüş Teymuri Şirvanşahlar dövlətinin hökmdarı 1-ci İbrahim və Şəki hakimi Seyid Əhmədin birləşmiş qüvvələrinin Osmanlı Sultanı 1-ci Bəyazidi məğlub etməsi ilə nəticələnmişdi. Ankara döyüşünün nəticəsidir ki, məhz Teymurun kiçik bir simulyasiya yaradaraq qeyd eləsək ki, deyək ki, bu ərazi Türkiyə ərazisidir. Türkiyə ərazisidir. Bu bölgə Diyarbəkir olsun. Diyarbəkir olsun. Hansı ki, Ağqoyunlular bu bölgədə hakimiyyətdədirlər. Bu bölgə isə Van bölgəsi olsun. Hansı ki, Qaraqoyunlular bu bölgədə hakimiyyətdədirlər. Bundan sonra Cənubi Qafqaz ərazisini, yəni Azərbaycan ərazisini qeyd eləyək. Azərbaycan ərazisini, Xəzər dənizini qeyd eləyək. Xəzər dənizini qeyd eləyək və digər tərəfdə isə deyək ki, Teymurilər dövləti mövcuddur. Xəzər dənizinin digər sahillərində, Mərkəzi Asiya bölgəsində. Məhz Teymurilər Ankara döyüşündə qələbə qazandılar. Belə görünür ki, Teymurilərlə Türkiyə arasında, yəni Ankara ərazisi arasında xeyli uzaq məsafə vardı. Və necə ki, 1-ci İbrahim Teymurilərinə ittifaq yaratmışdı Qızıl Orda dövlətinə qarşı ki, Teymur uzaqdan gələn təhlükədə Azərbaycanı tutsa, burada ona özünə demək, daxili müstəqilliyi qoruyacaq, yaxud da şimal sərhədlərinin təhlükəsizliyini təmin edəcək bir hakim lazımdır və ona görə Teymurla ittifaq yaratmışdı. Eyni zamanda Ağqoyunlu Qarayuluq Osman bəyin də Əmir Teymurla ittifaq yaratmasının çox mühüm bir siyasi məntiqi izahı var. Hansı ki, Qarayuluq Osman bəy düşünür ki, əgər Teymur uzaqdan gəlib Türkiyə ərazisində, yəni Osmanlı dövləti ərazisində hər hansı bir torpaq tutursa, demək, əgər Teymur Qarayuluq Osman bəylə ittifaq saxlasa, Qarayuluq Osman bəy həmin Türkiyə, Osmanlı dövləti ərazisində əldə edilmiş torpaqları idarəsini öz əlində cəmləşdirə bilər. Buna görə də Van gölü hövzəsində məskunlaşan Baharlılarla ittifaqı qəbul etməyən Qarayuluq Osman bəy elə Ankara döyüşünün nəticəsində Teymurun qələbə qazanması ilə öz istəyinə çatır və Teymur Ankara döyüşündə qələbə qazanaraq Osmanlı dövləti ərazisində əldə etdiyi bölgələrin idarəçiliyini Diyarbəkir bölgəsində hakimiyyətdə olan Qarayuluq Osman bəyə tapşırır. Ona görə də test tapşırıqlarında qarşılaşırıq ki, Ankara döyüşündə Teymurilərin qələbəsi nə ilə nəticələndi? Deyirik ki, burada nəticə Qarayuluq Osman bəyin Əmir Teymurun qələbəsindən istifadə edərək bəyliyin ərazisini genişləndirməsi ilə nəticələnir. Və Ağqoyunlu Qarayuluq Osman bəy Əmir Teymurla
Qara Yusifə qarşı ittifaq yaratmağının belə desək mükafatını almış olur. 1394-cü ildə isə Bağdad döyüşü baş verir və Bağdad döyüşündə Qara Yusiflə Cəlaliri Sultan Əhməd dostdular, müttəfiqdilər. Lakin Əmir Teymur onlara qarşı qələbə qazana bilir və Qaraqoyunlular, Cəlalilər qüvvələri məğlubiyyətə uğrayır. Yadda saxlamaq lazımdır ki, Bağdad döyüşündə biz Qaraqoyunlu dövlətindən danışa bilmərik. Çünki Bağdad döyüşü 1394-cü ildə baş vermişdir və Qaraqoyunlu 1410-cu ildə bir dövlət kimi yaranır. Bu döyüşdə Qaraqoyunlular hələ bəylik idilər. Və gəlir köhnə dostlar, düşmənləşir. Cəlaliri Sultan Əhməd Azərbaycanın Təbriz bölgəsini ələ keçirdikdən sonra Qara Yusifin hakimiyyətinin get-gedə gücləndiyini sezərək, Qara Yusifə Həmədan yaylıqlarının ona verilməsi tələbini irəli sürür və Cəlaliri Sultan Əhmədin bu tələbi müttəfiqlər arasında, keçmiş müttəfiqlər arasında Əsəd döyüşünün baş verməsi ilə nəticələnir. Məhz 1410-cu ildə baş vermiş Əsəd döyüşündə Qara Yusif qələbə qazanır, Cəlaliri Sultan Əhməd məğlubiyyətə uğradılır və bu döyüşdən sonra Ərəb İraqının və Azərbaycanın bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul etmiş olurlar və Azərbaycan tarixində yeni bir dövlətin, Qaraqoyunlu dövlətinin əsası qoyulur. Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri olur. Yaranandan süquta qədər bu belədir və Qaraqoyunlu dövləti Oğuzların yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı deməkdir. Bu nə deməkdir? Buna bir izah gətirək. 1157-ci ildə yadda saxlayırıq ki, Oğuzlar Azərbaycanda hakimiyyəti sona çatır. Hansı ki, Səlcuq Oğuzlarından, yəni Oğuzların qınıq boyuna məxsus Səlcuqların hakimiyyəti 1157-də bitir. Və 1410-cu ildə Qaraqoyunlu dövləti yaranana qədər Azərbaycan tarixinin arada keçmiş 300 ildən çox ki müddətində, 200 ildən çox ki müddətində biz Oğuzların hakimiyyətə gəldiyini, yaxud Oğuz türklərinin Azərbaycanda hakimiyyətdə olduğunu görmürük. Və 1410-cu ildə baş vermiş hadisə ilə Əsəd döyüşündən sonraki Qaraqoyunlu dövləti yaranır. Həmin Qaraqoyunlu dövləti Oğuzların Baharlı sülaləsinə məxsus olduqlarına görə deyirik ki, Səlcuq Oğuzlarından sonra Azərbaycanda yenidən Oğuzların siyasi hakimiyyətə qayıtması məhz Baharlı dövlətinin yaranması ilə baş verir. Şirvanşahlar isə məlumdur ki, ötən dərs dedik ki, 1406-cı ildə Cəlaliri Sultan Əhmədin və Qaraqoyunlu Qara Yusifin Misirdən qayıdaraq öz ərazilərini almaq üçün Təbrizə doğru yola düşməkləri Şirvanşah 1-ci İbrahimin Azərbaycanı qısa müddət ərzində birləşdirə bilməsinə, yəni birləşdirməni dayandıraraq Bakı şəhərinə, paytaxta qayıtmasına səbəb olmuşdu. Hansı ki, Cəlaliri Sultan Əhməd Əsəd döyüşündə Qaraqoyunlu Qara Yusiflə mübarizə aparır deyə Şirvanşah 1-ci İbrahim də Qaraqoyunluların siyasi gücünü, yəni Qaraqoyunlu qüvvələrinin necə hakimiyyətə malik olduqlarını, yaxud gələcəkdə nələr edə biləcəklərini düzgün qiymətləndirə bilmədiyinə görə Şirvanşah 1-ci İbrahim öz oğlu Kəymərsi Cəlaliri Sultan Əhmədə köməyə göndərir. Şirvanşahların Cəlalilərlə birləşmiş qüvvələri Əsəd döyüşündə təbii ki, məğlubiyyətə uğradılır. Qaraqoyunlu Qara Yusif qələbə qazanır. Lakin bu döyüşdə Kəymərs Qara Yusif tərəfindən əsir alınır və Kəymərsi öldürməyən Qara Yusif ona belə bir ifadə var, belə bir orta əsrlərdə inanış var ki, əgər bir hökmdar bir qədəh şərab içməyi tələb eləyir və sənə özü şərab ikram eləyirsə, belə təklif buyurursa, bu deməkdir ki, sən ondan asılısan və Qaraqoyunlu Qara Yusif bir qədəhə şərab dolduraraq Kəymərsdən içməsini tələb eləyir. Bu zaman Kəymərs şərabı içir və buradan belə çıxır ki, Qaraqoyunlu Qara Yusif Kəymərsi özünə tabe eləyib, asılı hala salıb, Şirvanşahlar artıq ondan asılıdırlar və həmçinin Qaraqoyunlu Qara Yusif Kəymərsi öldürtməyərək, heç türklər deməli qılına dəxi toxunmayaraq onu Şirvanşahlar dövlətinə geri qaytarır və Kəymərsin sağ-salamat öz ölkəsinə qayıtdığını görən Şirvanşah 1-ci İbrahim oğlunu edam etdirir. Çünki belə fikirləşir ki, əgər düşmən əlindən sağ qayıdıbsa oğlu, demək Qaraqoyunlu Qara Yusiflə öz oğlu Kəymərs nəsə ittifaq yaradıblar Şirvanşah 1-ci İbrahimə qarşı ki, gələcəkdə Şirvanşah 1-ci İbrahimi taxtdan salacaqlar. Və Kəymərsin öldürülməsindən sonra
1412-ci ildə Qaraqoyunlu Qara Yusif Kür çayı sahilində baş vermiş döyüşdə Gürcülərin Şəki hakimliyinin və Şirvanşah 1-ci İbrahimin birləşmiş qüvvələrini məğlub eləyərək qələbə qazanır. Hansı ki, Qaraqoyunlular Azərbaycanın şimalına, yəni Şirvanşahları da özlərinə tabe eləyərək öz hakimiyyətlərini yaymış olurlar. Məhz 1-ci İbrahim haqqında bir xüsusi qeyd də etmək lazımdır ki, 1407-ci ildə Şirvanşah 1-ci İbrahim öz hakimiyyətini Şərqi Gürcüstana da yaymışdı. Yəni Gürcüstan ərazisinə yürüş etmişdi. Qaraqoyunlu Qara Yusif öz hakimiyyətini möhkəmləndirmək üçün Azərbaycanda soyurqal torpaqları paylayır. Soyurqalın xüsusiyyətləri haqqında danışsaq, soyurqal iqtadan fərqli olaraq Ağqoyunlu və Qaraqoyunlu dövlətlərində paylanılmışdır. İqtadan fərqli olaraq soyurqal irsi keçirdi. İqtadan fərqli olaraq soyurqal sahibi vergidən azad idi və soyurqal torpaqlarının paylanılması Qaraqoyunlu Qara Yusifin hakimiyyətinin güclənməsinə gətirib çıxardır. Həmçinin Qaraqoyunlu Qara Yusif hərbi islahat da keçirtmiş olur. 1420-ci ildə Teymuri hökmdarı Şahrux Azərbaycana yürüş eləyir və bu zaman Qara Yusif də öz qüvvələrini toplayaraq Teymuri Şahruxa doğru yürüşə çıxsa da yolda qəflətən vəfat eləyir və 1420-ci ildə onun yerinə oğlu Qaraqoyunlu İskəndər keçir. Və bir dənə də qeyd edək, 1417-ci ildə Şirvanşahlar dövlətində 1-ci İbrahim vəfat eləyir, onun yerinə də Şirvanşah 1-ci Xəlilullah adlı hökmdar gəlmiş olur. Şirvanşah 1-ci Xəlilullah Qaraqoyunlu Qara Yusifin ölümünü və Teymuri Şahruxun qüvvələrinin Azərbaycana gəldiyini görərək Teymuri Şahruxla Ağqoyunlu bəyliyi ilə birləşir. 1421-ci ildə Alaşkert vadisində, Alaşkert deyilən Alaşkert vadisində bir döyüş baş verir. Təbriz yaxınlığında Alaşkert vadisində Teymuri Şahrux, Şirvanşah 1-ci Xəlilullah Ağqoyunlu bəyliyi, Qaraqoyunlu Qara İskəndərin məğlubiyyətə uğradan qüvvələr olurlar. Və 1435-ci ildə Təbriz yaxınlığında baş vermiş yeni döyüşdə yenə Qaraqoyunlu İskəndərlə Teymuri Şahrux döyüşürlər. Bu dəfə yenidən Qaraqoyunlu İskəndər məğlubiyyətə uğrayır. Elə Qaraqoyunlu İskəndərin bəxti adı kimi, adında istifadə edilən o titul kimi qara olur ki, bütün döyüşlərdə, Alaşkert döyüşündə də, Təbriz döyüşündə də məğlubiyyətə uğrayır. Və Şahrux, Teymuri Şahrux Qaraqoyunlu İskəndəri taxtdan salır. Onun qardaşı Cahanşaha təklif eləyir və taxta keçir, Azərbaycanı özündən asılı olmaqla idarə etməsinə icazə verir. Qaraqoyunlu Cahanşahın hakimiyyəti bölünür iki yerə. 1435-ci ildən 1467-yə qədər hakimiyyətdə olubdu. Bu adam Şahruxdan asılıdır 1435-ci ildən 1447-ci ilə qədər. Nəyə görə 1435-ci ildən 1447-ci ilə qədər? Çünki 1447-ci ildə Teymuri hökmdarı Şahrux ölür və Qaraqoyunlu Cahanşahın Teymuri Şahruxdan asılılığı başa çatır. Demək, biz deyəndə deyirik ki, Teymuri Şahruxdan asılılıq dövrü 1435-47, 1447-ci ildən 1467-ci ilə qədər hakimiyyətinin son ilinə qədər isə Cahanşah müstəqil siyasət yürüdür. Və 1458-ci ildə Qaraqoyunlu Cahanşah Herat ərazisinə, Herat da hansı ki Teymurilərin sonuncu paytaxtıdır, Teymurilərin ərazisinə yürüş eləyir. Heratı tutur, Heratda qələbə qazanır, böyük miqdarda, böyük bir geniş ərazilər ələ keçirir. Lakin eşidir ki, Azərbaycanda qardaşı Pirbudaq və oğlu Həsənəli qiyam qaldırıblar və buna görə geri qayıtmalı olur. 1459-cu ildə Heratda barışıq müqaviləsi imzalanır. Teymuri hökmdarı Əbu Səid ilə Cahanşah arasında imzalanır bu müqavilə və Cahanşah Teymuri hökmdarı Əbu Səiddən təzminat alaraq Azərbaycan ərazisinə geri qayıdır. 15-ci əsrin 50-ci illərində isə Qaraqoyunlu Cahanşah Teymur şəhzadələri arasında baş vermiş çəkişmələrdən istifadə eləyərək Əcəm İraqını, Qumu, İsfahanı, həmçinin Yəzdi, həmçinin Kirman ərazisini ələ keçirdir. Şirvanşahlarla
əlaqələr yaradan Qaraqoyunlu Cahanşah atası Qara Yusif kimi hərbi islahat keçirdir. Atası Qara Yusif kimi Osmanlılarla dostluq münasibətlərini bərpa eləyir. Şirvanşahlar dövləti hansı ki, əvvəllər Qaraqoyunlu dövlətinə qarşı mübarizə aparmışdılar. 1-ci Xəlilullahın hakimiyyəti dövründə, 1-ci İbrahimin hakimiyyəti dövründə Qaraqoyunlu Cahanşah Şirvanşahlarla gərgin münasibətləri aradan qaldırır. Və 1467-ci ildə ortalığa çıxmış yeni bir düşmən Ağqoyunlu Uzun Həsən Qaraqoyunlu Cahanşahı Muş döyüşündə məğlubiyyətə uğradır. Muş döyüşü Cahanşahın öldürülməsi ilə nəticələnir. Cahanşahın ölümündən sonra Muş döyüşünün nəticəsinə biz tarixdə Qaraqoyunlu dövlətinin süqutunun surətləndiyi döyüş deyirik. Və Qaraqoyunlu Cahanşahdan sonra taxta çıxmış sonuncu Qaraqoyunlu hökmdarı yaxud Qaraqoyunlu sülaləsinin sonuncu nümayəndəsi Həsən Əli Təbriz yaxınlığında 68-ci ildə Ağqoyunlu Uzun Həsən tərəfindən məğlubiyyətə uğradılır, Təbriz ələ keçirilir və 1468-ci ildə Qaraqoyunlu dövləti süqut eləyir. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti dərsimizdə görüşənədək.